Salam dəyərli izləyicilər, sualımıza qeyd edirik ki, SSR-nin Avropada orta mənzilli nüvə raketləri yerləşməsinə cavab olaraq Çinlə hərbi münaqişəyə yanlış olar, strateji silahları məhdudlaşdırmaq haqqında müqavilə bu da yanlışdır. Üçüncü dünya ölkələrin meydana gəlməsi də aid ola bilməz. ABŞ-da Kubada nüvə raketləri yerləşdirildi. Bu Karib böhranı hadisəsi ilə bağlıdır. Burada strateji müdafiə təşəbbüsüdür. Yəni Y variantı strateji müdafiə təşəbbüsüdür. Kosmosdan bəzi silahların müəyyən edilməsi və məhv edilməsi haqqında belə bir müdafiə təşəbbüsü qəbul olunur. Ona görə də Y variantıdır. Digər bir sual, Azərbaycan 14-cü əsrin 50-ci illərində ilk dəfə Qızıl Ordu dövlət hücumlarına məruz qaldı. Yanlışdır. Bundan əvvəl məsələn deyək ki, Özbək hücum eləmişdir. Kürdən cənubdakı torpaqlar Cəlalilər dövlətinin tərkibinə daxil edildi. Bəli, 1359-cu ildə Kürdən cənubdakı olan ərazilər nəzərdə tutsaq, 59-da aiddir. Xidmət müqabilində Soyurqal, Ağqoyunlu və Qaraqoyunlu ordusunu götürmürük. Qazan xan islahatları həyata keçirildi. 1294-1304-cü illərdə, bu da deyil. Şirvanda yeni sülalə, Kəsranilər sülaləsi isə 1382-ci ildə olduğunu götürmür. Ona görə də uyğun cavabımız B variantı olacaqdır.